Və sonra hədisdə keçir ki, وَجَاءَ رَجُلٌ آخَرْ فَتَصَدَّقَ بِصَاعٍ. Yəni, başqa bir kişi gələrək, yəni 4 ovuç sağ deyilir, 4 ovuç, bir sağ 4 ovuçdur, 4 ovuç xurmanı sədəqə verir. Və deyilənə görə bu Abu Aqil idir. Və innəhu qad əcərə nəfsəhu fi istixraci diləy minəl bi'ri. Yəni, quyudan su çıxardardı, pulla su çıxardar, yəni əvəzində xurma götürərdi. Və quyudan su çıxardaraq vedrə ilə əvəzində 2 sağ, 4 ovuç bir sağdırsa, yəni 8 ovuç xurma götürür və onun yarısını ailəsinə aparır və yarısını isə sədəqə verir. Və o da 4 ovuç xurmanı sədəqə olaraq gətirdiyi zaman münafiqlər deyirlər ki, Allah Teala'nın onun sədəqəsinə ehtiyacı yoxdur. Və onda Tövbə surəsi 79-cu ayə nazil olur. Əl-ləzīnə yəlmizunəl muttavvi'in. Yəni, bolluca, könüllü surətdə bolluca sədəqə verənlərə təni edənlər və güc bəla ilə əlinə keçəni təsəddüq edənləri məsxərəyə qoyanları Allah özü onları məsxərəyə qoyacaqdır. Yəni, bunlar təni edirdilər. Onları aşağılayır və onların niyyətlərinə girir, niyyətlərinə təni edir, ixlaslarına toxunurdular. Və yaxud da onların əməllərini pisləyirdilər. Deməli, bəzən niyyətlərinə ki, yəni bu riyakardır. Və bəzən də onun əməlini aşağı görür. Yəni, birisi çox gətirəndə, yəni əməl baxımından bu əməli çoxdur, böyük əməl edib, onun niyyətinə girirdilər ki, yəni bunun niyyəti saf deyil. İnsanlar tərifləsinlər deyə sədəqə verir. Əməl də az olanda deyirlər ki, onun əməlini aşağı görərək Allah Teala'nın buna və bunun sədəqəsinə ehtiyacı yoxdur.